Herkese salam, kanalıma hoş geldiniz. Səhər saatlarında otelden çıxışımızı verdik ve indi isə gedirik Rize'ye doğru. Gördüğünüz bu minik handmade suveniri de buraya koydum çünkü kırılmağını istəmirəm. Çok həssas bir şeydi. Ve yine üzerimde bu tulum çok rahat olduğu için her yerde demek olar ki bunu giyindim. Videonun başında da deyim, mən avqust ayında çəkdim bu videonu. Artıq 2026-nın yanvar ayında indi editləyirəm. Hippie movement. Səhər çox tez saatda çıxdıq ki, sərhəddə çox insan olmasın. Ona görə də heç 10 dəqiqə belə çəkmədi sərhəddə keçməyimiz. Yoldaşım maşınla keçdi, biz isə oğluşumla piyada keçdik. İndi isə gedirik maşına. Sərhəddə keçmədən bir neçə saat əvvəldən roaming açmışdım və ona görə sərhəddə keçdikdən sonra internetlə bağlı heç bir problem olmadı. Video çəkildikdən aylar sonra editləndiyi üçün oradakı bir çox şeyi artıq xatırlamıram. Bu suyu da duty free'dən 23 TL 55 kuruşa aldıq. Amma sonrasında başqa yerlərdə suyun daha ucuz olduğunu xatırlayıram. 10 TL'ye aldığımız yerlərdə olduğunu xatırlayıram. Türkiye'də sevdiyim ən birinci şey hər yerdə məscidlərin olmağı idi və hər yerdən ezan səsləri gəlməyi idi. Səhər heç bir şey yemədən çıxdığımız üçün artıq Rize'ye çatana qədər dözə bilməyəcəyimizi düşünüb yol kənarında belə bir restoranda dayandıq. Restoran həqiqətən çox gözəl idi. Biz sərpmə kahvaltı aldıq. Menü çox doyurucu idi. Menüdə əslində quymaq və ya menemen var idi. İkisindən biri arasında seçim etməliydik. Biz isə heç quymaq yemədiyimiz üçün onun dadını bilmək istədik. Hər şey çox yaxşı idi. İnsanlar çox gülər üz idi. Bu isə mənim Türkiyədə bəyəndiyim ikinci özəllik idi ki, insanlar həqiqətən şirin dilli və gülər üzlü idi. Ancaq elə burdaca ilk məyusluğumuzu yaşadıq və təəssüf ki, bu son olmayacaqdı. Əslində menüdə sərpmə kahvaltı 435 TL yazılmışdı. Bu da məncə normal qiymətdir. Çünki Tiflisdə belə hər hansı türk restoranında sərpmə kahvaltı hardasa elə bu qiymətlərdədir. Ancaq bizə sonda qiymət gəldi, 2 qat menü qiyməti. Biz də əslində bir şey demədik, çünki orada yazılmışdı ki, sərpmə kahvaltı minimum 2 kişilikdir. Biz də yəqin ki, onu əslində minimum 2 menü almalısan kimi nəzərdə tutulduğunu düşündük. Amma sonrasında türk dostlarım olsun, qonşularım olsun, onlara soruşanda bizdən çox artıq pul aldıqlarını, sərpmə kahvaltının o qiymətə ola bilməyəcəyini dedilər. Və təbii ki 2 kişilik, yəni 2 qat menü aldıqlarına görə hər şeydən 2-2 olmalıydı. Amma 2-2 deyildi təəssüf ki. Yəni ki Türkiyədə ilk məyusluğumuzu burada yaşadıq və ondan sonra həqiqətən bir çox olaylar oldu ki, bunu videonun ilərləyən dəqiqələrində sizə anlatacağım. Sadəcə hər şeyi pul üzərinə düşünürlər. Bu da həqiqətən yaxşı bir şey değildi bizim üçün. Bəlkə həqiqətən hamısı elə deyil, amma bizə rast gələnlərin hamısı elə idi. Nəhayət otelə gəldik, çatdıq. Bizim tutduğumuz otel Trabzonun mərkəzində idi. Əslində otel deməyək də apart deyək. Yəni ki, oteldə ancaq içində ayrı-ayrı dairələr var idi. İkinci məyusluğumuzu da burada yaşadıq. Deməli biz aşağıda gəldik. Receptionda bizim giriş işlərini görənə qədər təmizlikçi qadını onda çağırdılar. Təmizlikçi qadın girdi, onda təmizlədi. Bu heç yarım saat çəkmədi. Yəni ki, biz gəlmədən əvvəl bizim üçün orayı təmizləyib, təmiz qarşılamadılar bizə. Əvvəlcədən hazırlıqlı olmalı idilər. Sonra isə otağa girdiyimizdə həqiqətən heç bir yerin təmiz olmadığını,
Yataqların altında bir sürü zibillər olduğunu falan gördüm və həqiqətən orada qalmaq mənim üçün çox çətin idi. Amma əvvəlcədən tədbirli bir insan olduğum üçün evdən özüm üçün pastellər olsun hər şey götürmüşdüm. Ancaq Urek'də qaldığımız müddətdə buna heç ehtiyac olmadı, çünki Urek'dəki oteldə olan qadın dəhşət dərəcədə titiz bir qadın idi və həmişə təmizliyini edirdi, yataqları dəyişirdi. Nəysə, qısaca əvvəlki Yasəmən olsaydı oturub burada ağlayardı, burada qalmaq istəmirəm deyərdi. Ancaq bu dəfə həqiqətən çox şükür deyim, mental olaraq bunu normal qarşılaya bildim. Psixologiyam buna əl verdi. Və yüngülvari də olsa biraz təmizlik işləri gördüm ki, heç olmasa 6 gün orada normal qala bilək. Onsuz da bizim məqsədimiz çox da elə evdə qalmaq deyildi. Daha çox hər yeri gəzib görmək olduğu üçün axşamları gəlib evdə yatacağımız bir yer olmağı yetərli idi. Bir yataq olmağı və təbii ki hamam olmağı. Amma yenə də yəni verdiyin pulun qarşılığında gözləyir insan. Otelə giriş etdik. Otel əslində yəni böyük bir oteldə ayrı-ayrı dairələr var. İçində kuxnası, yataq otağı olan. Bizimkində ekstra böyük bir yataq yenə var. Divandan başqa. Amma yəni bizim ehtiyacımız olmayacaq. Elə videoda göstərdiyim kimi uşaq yatağı da var. Belə qəşəngdir, amma təmizliyi xoşuma gəlmədi. Yəni çox detallı təmizlik olunmuyordu. Çox detallı təmizlik lazımdı mənə görə. Çox hər yer titiz olmalıydı. Nəysə, amma belə baxanda pis deyil. Mərkəzdədir. İndi əşyalarımızı gətirəcəyik. Yüzeysel salfetka ilə hər yeri siləcəm. Kuxnadakı əşyaları çox işlətmək içimdən gəlmir, qavqacaq. Amma yenə də ki yuyacam hamısını, elə işləyəcəm. Biraz yorğunam. Yolda da yenə bu tulumu geymişdim ki çox rahatdır, çünki həqiqətən heç üstündə paltar yox kimi hiss edir insan. Belə hamamı çox təmizdir, yəni yaxşıdır. Sadəcə kuxnada sevmədim. Yəni, detaylı bir təmizlik gözləyirdim, amma olsun. Yəni indi birazdan yerləşib eləyib çıxacaq karasa, biraz keşf edək ətrafı. Yəqin ki axşam çox gec gəlmər evə, çünki yorğunuq. Ondan sonra isə sabahdan artıq bir-bir gediləcək yerlərin listəsinə görə gedə biləcəyimiz yerlərə gedəcəyik. Daha çox yaylılar falan istəyirik, amma o da Rize'də daha çox var. Və Rize'də yenə də ip mağazası var. Orada gedəsiyəm. Ona görə bir gündə o tərəfə doğru gedəcəm. Baxaq, yəni hamısını da paylaşmağa çalışacağım. Deməli, Urek'də paltarlarımız qətiyyən qurumadığı üçün yuduğumuz paltarlar da elə hey nəmləndi, yağış yağdı, nəmləndi, biraz qurudu, sonra yenə yağış yağdı. Ona görə bütün hamısını yığdıq, yəni yenidən yuyulmağa. Burada isə hava normaldır, yəni quruyacağını düşünürəm. Sadəcə askılıq yoxdur. İndi onu soruşacaq, görək askılıq hardan ala bilərik paltarları, yəni paltar yuyan maşını var, amma askılıq yoxdur. İndi ilk öncə kiri paltarları atacağım maşına. Ondan sonra digər yerləri təmizləməyə keçəcəm. İndi isə gəldik Forum AVM-yə. Otelə çox yaxın olduğu üçün ilk buraya gələk dedik. Bir neçə yerləri gəzdik. Bir neçə şeylər yoxladım. Buradakı videolara baxanda burada nə qədər incə olduğumu görürəm. Çünki tətildən qayıdandan sonra bir anda həyatımda 2 dəfə kilo almağa başladım. Həyatı boyu arıqlıqla mücadilə eləyən bir insan olmuşam. Heç vaxt kökələ bilməyən bir insan olmuşam. İndi isə, yəni heç vaxt təsəvvür eləyə bilməzdim ki, mən nə vaxtsa deyəm ki, mən rejimdəyəm, rejimdə yeyirəm falan. İndi isə burada kadrlara baxıram ki, yenə də hafif bir göbəyim var, həmişəki kimi, amma incəymişəm. Sadəcə tətildən qayıdandan sonra dəhşət dərəcədə çox göbəyim şişməyə başladı. Bu isə ola bilər ya laktoz ya da gluten həssaslığından. Hələ də ki tam anlaya bilməmişəm ki, mənim həssaslığım nədədir. Yolları çəkdiyim kadrlarla sizi çox sıxmaq istəmirəm, amma maraqlı gördüyüm yerləri çəkmək istədim ki, sonrasında da kadrlarda qalsın ki, harda nə var idi.
Növbəti gündən salam. Demək olar ki, tətilə gəlmədən əvvəl ChatGPT ilə birlikdə tətil planı elədim və mənə çox gözəl listə hazırladı. Hansı yerlər hara daha yaxındır, hansından sonra hara getsəm mənə çox gözəl həqiqətən yol göstərdi. Hətta Trabzondan bir günlük Rizeyə qayıdıb, bir gün sadəcə Rizeyi gəzmək üçün belə səhər saat neçədə yola çıxmalıyam, hara getməliyəm, hansı restoranda yemək yeməliyəm, hamısını mənə çox gözəl bir şəkildə izah elədi. Sizə də tövsiyə edirəm, harasa getsəniz tam olaraq olmasa da ən azından biraz ChatGPT-dən kömək ala bilərsiniz. Biz indi gəldik Trabzonda Sera gölünə. Burada belə hədiyyəlik dükkanlar var, hər yerdə var. Biz orada qayıqla gəzmək istədik və qiymətini soruşduq. Bizə əvvəlcə kassada olan bir xanım başqa bir qiymət dedi. Ondan sonra dedik ki, dükkanları biraz gəzək, ondan sonra təkrar gələrik. Sonra isə başqa bir qadın var idi. O isə bizə tamam başqa bir qiymət dedi. O qiyməti ödədik. Qayıqla gəzdik. Ondan sonra biz gəzintimiz bitəndən sonra geri qayıtdıq və başqa bir adamın yerli əhaliyə tamamilə fərqli bir qiymət dediyini gördük. Orada isə bir daha məyus olduq ki, heç bir yerdə konkret qiymət yoxdur. Sadəcə sizin üzünüzə baxırlar və ona görə qiymətə qərar verirlər. Bu hədiyyəlik əşya dükkanından da bir neçə şeylər aldım. Onu isə xatırlamıram bu videoda göstərmişəmmi, amma Gürcüstana qaydanda bəzi şeyləri göstərdiyimi xatırlayıram. O videolarda çəkmişəm. Karadənizə gəlib də bu yazmalar almaq məncə bir ənənədir və mən də bu ənənəni təbii ki yerinə yetirdim və buradan 3 dənə yazma aldım. Videoda da baxıb indi başqalarını görürəm və deyirəm ki, keşke onlardan da alsaydım. Aklım hala alamadıqlarımdadır. Çünki mən yazmaları həqiqətən çox sevirəm. Rəngarəngdir. Hədiyyəlik dükkanları gəzdikdən sonra qayığı kiraladıq və indi isə gəzirik. Bizə ən başda 1400 TL dedilər, sonra isə başqası 1200 TL dedi. Ən son biz düşəndən sonra yerli əhaliyə 1000 TL deyiləndiyini də eşitdik. Bu da bizim üçün bir təcrübə oldu. Həqiqətən çox qəribə bir şeydi bizim üçün. Çünki yəni getdiyin bir məkanda hər şeyin bir qiymət listəsi olur və sən o qiymətə görə ödəyirsən. Bəzisində təbii ki olur ki, turist qiyməti fərqli olur, yerli əhali qiyməti fərqli olur, amma bunu açıqca əvvəlcədən yəni qeyd olunur. Sadəcə burada həqiqətən çox düzənsizlik gördüm və mən normalda düzənsizliyi heç sevən bir insan deyiləm. Ümumi olaraq həqiqətən Rizeni, Karadeniz'i çox sevdim. İnsanlar da belə da, yəni ki, istiqanlı idilər Gürcülərə nisbətən. Gürcülər daha belə net və biraz soyuq insanlardı, amma mən alışdığım üçün mənə həqiqətən çox normal gəlir. Burada isə insanlar çox gülər üzlü, çox şirin dilli idi, amma söhbət pul olanda, yəni çox da səmimi gəlmirdi. Heç etdikləri o gülər üz, şirin dil heç səmimi gəlmirdi. Biraz da olsa sizə çəkib hər yeri göstərməyə çalışdım. Çox da uzun çəkib sizi kadrlarla sıxmaq istəmirəm. İndi isə gəldik Ayasofya camiyə və yenə burada da hədiyyəlik əşya dükkanları, daha doğrusu stendləri var idi və yenə bunlara baxmadan keçə bilməzdim. Bu asılqan dekorlar da çox sevirəm, ancaq həyət evi üçün ideal bir şeydir. Bir gün həyət evim olarsa, inşallah bunlardan birini alaram.
Bu hissədə də bəyəndiyim çox şeylər oldu. Belə qədimi əşyaları son zamanlar çox sevirəm. Caminin içini çox bəyəndim. Biz orada olanda günorta namazı vaxtı idi və yerli əhali caminin içində namaz qıldığında girişi bağlayırdılar. Çəkdiyim bir çox kadrı həqiqətən bəyənmədim. Əgər sizə bəyənməsəz haqlısınız. Bunun da səbəbi orada həqiqətən çox insan olmağı idi. Hətta ərəblər, yəni əvvəl eşitmişdim ki, deyirdilər ki, ora sanki Türkiyə yox, ərəb ölkəsidir. Mən də başa düşdüm niyə elə dediklərini. Ona görə də çox rahat çəkə bilmirdim. İnsanları çəkməməyə çalışırdım. Sonra videoya baxanda orada nə olduğu xatirə olaraq qalsın, baxanda xatırlayım deyə hər yeri çəkməyə çalışdım. Bunlar isə məzar daşları idi, üstündə isə bir çox adlar yazılmışdı. Tam olaraq bilmədim, yəni ki, burada adı yazılan insanların kim olduğunu. İndi isə gedirik Atatürk köşkünə. Köşkün həyətində də, içində də çox insan var idi, amma buna baxmayaraq yenə də maraqlıdır və çox gözəl bir yer idi. Həyəti olsun, evin içi olsun. Evin içini düşünəndə ki, bir vaxtlar Atatürk orada otururmuş, orada qonaq qəbul edirmiş, orada işləyirmiş, kitab oxuyurmuş. Onda insana çox fərqli hisslər bağışlayır. Əvvəlcə biraz həyətini çəkib, hər yerə baxandan sonra içinə gəzərik deyə düşündüm. Qeyd edim ki, burada giriş qiyməti çox normal idi, 60 TL idi hər kəsə, turistlərə də, yerli əhaliyə də. Sadəcə burada başa düşdüyüm qədərilə müze kartı deyə bir şey var idi və müze kartı ilə turist olsanız və ya yerli əhali eyni qiyməti ödəyirsiniz, ancaq hər yerdə müze kartı keçmirdi, burada da müze kartı keçmirdi. Ətrafda çox insanlar olduğu üçün əlimdən gəldiyincə çəkməyə çalışdım. Sadəcə insanları çəkməməyə çalışırdım və hər qapının, hər otağın qabağında çox sıra olduğu üçün tez çəkib başqalarına da yenə sıra verməyə çalışırdım. Ona görə bir çox otağı da yenə rahat-rahat çəkə bilmədim.
Köşkün içində az əvvəl eşitdiyiniz kimi Osmanlı vaxtına aid musiqilər çalınırdı və həqiqətən çox qəşəng ambiyans var idi. Sadəcə səsləri bağlamaq məcburiyyətindəyəm ki, telif haqqı istəməsin məndən YouTube. Ona görə hər yerdə səsi aça bilmirəm, amma həqiqətən çox qəşəng idi. Ən sonda isə hizmətlilər üçün ayrılan bu otağı da çox bəyəndim. Heç planda yox idi bu, amma təsadüfən tam yanından keçəndə gördük ki, Atatürk Köşkünün yaxınında Trabzon Botanika bağçası var. Çox gözəldir. Amma hər yerdə olduğu kimi təbii ki, burayı da turizm mərkəzinə çevrilib. Mənzərə çox gözəldir, həqiqətən. Belə bir körpü ortasından su gedir. Oturub səssizcə kafa dinləmək üçün yaxşı bir məkandır. Amma dediyim kimi, yəni hər yeri turistlər və ərəblər basıb. Yəni demək olar ki, burada 80% hər yer ərəblərlə doludur və bir çox yerlərin tabelasında da ərəbcədə yazıblar. Yəni biraz qərbəmizə gəldi. Burada dovşanları və cüyürləri bəsləyəcəyiniz bir hissə də var idi. Ancaq o hissələri çəkə bilmədim, çünki zaryadkam bitmişdi. Ancaq çox-çox gözəl idi. Bağça ərazisi çox böyük idi. Axşamları yürüyüş üçün ideal bir yer idi. Ancaq hava çox isti olduğu üçün daha çox sərin hava şəraitində buraya gəlmək daha yaxşı olardı. Yenə də İstədiyimiz kimi rahat gəzə bildik. Bəxtimizdən də çox isti deyildi hava. Parkın ərazisi də çox təmiz idi. Təmizlik barədə yaxşı idi. Ancaq getdiyimiz hər yerdə, bunu dilə gətirmək istəyirəm yenə də, ayaq yolları çox pis idi. Normalda türklər təmizlik xəstəsi olduğunu düşünürük hamımız. Ancaq orada türklərdən daha çox, yəni turistik bölgələrdə ərəblər və başqa əhali olduğu üçün bəlkə də buna görə elə idi. Əsasən bir çox ayaq yolunun içində abdest yerləri olur və ona görə də biraz təəccübləndim ki, abdest yerləri daha təmiz olmalıdır, amma həqiqətən heç təmizlik deyə bir şey yox idi orada. Bizə Trabzon meydana getdik. Orada isə bir çox mağazalar var idi. Butik mağazaları, turistik mağazalar, hədiyyəlik mağazalar və oradan da bir neçə şeylər aldıq özümüzə. Növbəti gün oldu. İndi isə bugün gedirik Rizeyə. Rizedə işim üçün getməli olduğum yerlər var. Ondan sonra isə gedə biləcəyimiz bir çox yerləri gəzmək istəyirik. Rizedə əslində daha çox gəziləcək yerlər var Trabzona baxanda. Ancaq biz oteli Trabzonda tutduğumuz üçün Rizeyə 1 saatdan artıq yol olduğu üçün bir günə çatıra biləcəyimiz yerləri çatdıracağıq. Ondan sonra isə qayıtmadan əvvəl bir gün yenə Rizeyə ayırmaq istəyirik. İndi isə gördüyünüz kimi hazırlandım. Heç bir makyaj eləmirəm, çünki hava çox isti olduğu üçün makyaj üzümdə daha da ağırlıq kimi hiss etdirir. Sadəcə günəş kremi və dodağımda pigment eksikliyi olduğu üçün, çox solğun görünməmək üçün biraz
dodaq karandaşı və bijuteriyalarımla gedirik. İşlərimizi həll etdikdən sonra gəldik Rize çay bardağının yanına, yəni Rize çay çarşısına. Burada isə bir çox yerli çay markalarının satıldığı və hədiyyəlik əşyaların satıldığı bir çox mağaza var idi. Mən də buradan özüm üçün və hədiyyəlik bir neçə çaylar aldım. Mənim bir qonşum var, o yoldaşını çox sevir. Bu fincanları görəndə o yadıma düşdü. İndi isə gedirik Rize'nin yaylalarına doğru. Trabzonda hava biraz bulutlu idi. Rize'də isə gah yağır, gah dayanır. Çox qəribə bir hava idi və təbii ki, bu bizim gəzməyimizə əngəl deyildi. Bəzi yaylaların yolları təhlükəli olduğu üçün, yəni ki, bizim maşının gedə biləcəyi yollar olmadığı üçün bəzi yaylalara getmədik. Əslində mən ChatGPT-yə soruşmuşdum ki, hansı yaylalar bizim maşına uyğundur və ChatGPT hamısını mənə çıxarmışdı. Hansı yağışda daha sürüşkən olar, hansı daha uyğun olar deyə. Bunları çəkərək bu kadrlarla sizi çox bezdirmək istəmirəm, amma təbiət o qədər gözəl idi ki, hər gördüyümüz yeri çəkmək istəyirdim. Rize'də daş körpülər həqiqətən çox idi. Maşınla səyahət etmənin avantajlarından biri isə budur ki, istədiyin yerdə saxlayıb o yerə yaxından baxa bilirsən. Belə baxıram ki, bu vlog həqiqətən çox uzun ola bilər. Siz də uzun videolara çox izləmirsiniz. Ona görə bəlkə bu videonu 2 hissəyə bölüb elə paylaşacağam. Əslində Rize'yə ilk gəldiyimdəki gözləntim o idi ki, Rize'dəki hər kəsin Karadeniz ləhcəsi ilə danışmağı, ancaq bu filmlərdə bizə yanlış göstərilib. Sadəcə belə kənd hissələrində və yerli əhalidən sadəcə Karadeniz ləhcəsi danışdığını eşitdim. Bu isə məşhur kinoların çəkildiyi körpülərdən biridir. Buna Çinçiva körpüsü deyilirdi. Əslində bu ərazinin adı Çinçiva idi. Buna isə Sevdalı körpüsü də deyilirdi. Və məşhur səhnələr çəkilən məşhur körpü. Möhtəşəm. Yenə hər yerdə olduğu kimi burada da hədiyyəlik mağazalardan gözümü ala bilmirdim. Burada da çox gözəl ıslandım, amma həqiqətən möhtəşəm idi. Burada yaşayan insanların nə qədər şanslı olduğunu düşünürəm. Həqiqətən evlərin mənzərəsi. İndi isə gedirik Zilkaliyə. Zilkalidən sonra isə o yolu yenə sona qədər getdikdə Palovit şəlaləsi gəlir. Palovit şəlaləsi də həqiqətən möhtəşəm idi. Göstərəcəm ilərləyən dəqiqələrdə də. Sadəcə bu mənzərəyi sizə göstərmək istəyirəm. Baxın, nə mükəmməl mənzərədir. Həqiqətən buludların bu qədər yaxında olmağı möhtəşəm idi. Hətta burada Bulud dənizi deyə bir yer də var idi. ChatGPT önərmişdi. Sadəcə oraya gedə bilmədik. Yuxarıdan baxırsınız və ayaqlarınızın altında bir sürü buludlar olur. Elə bir yerdir. Ancaq gedə bilmədik. Bir daha səfərə gedəndə inşallah oraya getməyi ümid edirəm. Bu arada bu videoda da yoldaşımla
suyun turistik mekanlarda 10 TL olduğunu danışırdıq. Normalde turistik zonalarda daha baha olur, 2 qat qiymət olur. Ancaq şəhərin içində bizə 20 TL'ye vermişdilər suyu. Burada isə 10 TL'ye aldıq. Bura Zilkale. Giriş 60 TL. 60 ne şeydi mi? 60 TL ama bu nöqtəyə qədər çıxıyor. Yəni kalenin özünə çıxış yoxdur. Sadəcə aşağı qədər çıxırsınız. Buradan da göstərim. Sadece bu nerdivanda şəkil çəkdirmək üçün 60 TL ödənir. Sadece bura çıxıb burada şəkil çəkdirmək. Deməli indi buradan təkrar maşınla eyni yoldan 7 kilometr yol davam edəcəyik. Orada da Paloviç şəlaləsi var. Yolları birazcık Yolları çox da rahat deyil, amma yenə də dəyər. Paloviç şəlaləsinə doğru gedəndə ilərləyən yol hissəsində yol dəhşət dərəcədə dar idi. 2 maşının keçməyi qeyri-mümkün idi. Ona görə bəzi geniş yerlərdə bəzi maşınlar gözləyirdi bir-birinə yol vermək üçün. Ona görə də bu qısa məsafəni biraz gec gedilir və yağış yağdığı üçün də sürüşkən ola bilərdi deyə təhlükəli idi. Hətta aşağıda bir adam yoldaşıma şoferliyinə güvənirsənsə get dedi. Yoldaşım da bu sözə biraz güldü. Çünki şoferliyinə çox güvənir. Deməli gəldik, çıxdıq şəlaləyə. Tam anlamadım, bu da mı şəlalə? Tam təpəyə çatandan sonra sadəcə kiçik bir ərazi var ki, oraya maşın saxlanır. O da bəxtinə yer olsa. Bizim bəxtimizdən bir dənə yer var idi. Burada daha çox belə tur sprinterlər olduğu üçün belə daha çox maşınlar, yəni sprinterlər çox idi. Hər yerdə olduğu kimi burada da süd mısırı və közdə mısır satılırdı. Şəlaləyi daha yaxşı görmək üçün aşağıda belə bir körpü var idi, ancaq giriş bağlı idi. Çünki həqiqətən yollar çox sürüşkən idi, çox təhlükəli idi və bu da qarşınızda Paloviç şəlaləsi həqiqətən möhtəşəm idi. Deməli tam çəkə bilmədim. Şəlalənin yanında telefon zaryadkası söndü və indi maşında qoydum. Şəlalənin tam yanında belə mısırlar satılır. Bunun qiyməti 70 TL'dir. Bunu indi oğlum yeyibdi belə. Burada isə közdə mısır var. Bu ikisi birlikdə 170 TL'dir. Burada belə ağac oyunları da var idi. Yəni ağaca dırmanaraq biraz da adrenalin sevərlər üçün. Adrenalin dediyimdə yəni çox böyük bir şey değildi. Hardasa 11-12 yaşında uşaqlar üçün də uyğun idi. Amma çox maraqlı oyun idi. Və orada təbii ki can qurtaran da var idi və belindən də möhkəm iplərlə bağlı olurdu. Yəni hər cür təhlükəsizlik qorunurdu.
Mənə çox maraqlı gəldi, ancaq oğlum yanımızda olduğu üçün bunu eləmədik bu dəfə. Bir gün inşallah oğlum böyüyəndə bunu eləyəcəyik. Geri qaydanda isə yolların nə qədər dar olduğunu göstərmək istədim. Buradan 2 maşın qətiyyən keçə bilməzdi. Bu gördüyünüz isə ən hündür hissədə olan yeləmçə idi, ancaq heç təhlükəsiz deyildi. Çox təhlükəli idi. Hətta burada çəkdiyim kadrdakı oğlan uşağı da tam, yəni tullanmamış, vazgeçdi, istəmədi. Çünki həqiqətən heç cür təhlükəsizlik qorunmur. Sadəcə belinizə oturduğunuz yer bağlanır və sizi altında da heç bir, yəni tor və ya heç bir filenin olmadığı bir yerə atırlar və yuxarıdan o aşağı mənzərəyə baxanda insan yəni dəhşətə gəlir. Çox dərin bir uçurum idi. Ona görə heç kəsə tövsiyə etmirəm bu tərz adrenalinləri. Mənim özümdə heç vaxt sevməmişəm belə adrenalinlər. Dostlar, deməli gəldik. Bəlkə də 2 kilometr yeridik. Gəldim canım. Herhalde içilir ya. Ay sana zahmet oldu. Yine bir yol geldik. 2 kilometre belki de geldi ama çok geldik. Herhalde var yolumuz. Ve Bulut Şelalesi'ni görmeye gidiyoruz. Ayderya arasında. Gelmedik bence. Daha çıkıyoruz. Növbəti gedəcəyimiz yer Bulut Şəlaləsi idi. Biz yenə naviqasiya ilə gəldik. Bizi maşının son nöqtəyə gətirdiyi yer, yəni şəlalədən çox aşağıda idi. Bu da şəlalənin özü, görürsüz. Və bizim aşağıda maşın saxladığımız yerdə bir cütlüklə maşın saxlamışdı. Türk idilər və Antalyadan gəlmişdilər. Bizdən çox böyük idilər, ancaq ruhları və görünüşləri də elə bizim qədər cavan idi və evdə 4 uşaqlarını qoyub gəlmişdi dediklərinə görə. Yəni 4 uşaqlarını qoyub Karadenizə, tətilə, tura gəliblər. Əslində onlar orada çadırda qalırıq demişdi. Yəni kamp alanlarında qalırıq. Bu da asma körpüdür. Sallanır. Ah! Sallandı. Aha. Şimdi qayıdırıq. Və bəzən duş almaq istədiklərində bir gecəlik otel kiralayıb elə edirik. Sonra yenə başqa yerlərə gedirik və başqa yerlərdə kamp alanlarında qalırıq və gündüzləri isə maşınımızla gəzirik demişdi. Demək olar ki, maşın saxladığımız nöqtədən şəlalənin tam yanına qədər çox uzun bir məsafəni piyada yeridik. Yağışlı hava idi, yollar sürüşkən idi, palçıq idi və biz söhbət edəyi də həqiqətən çox maraqlı yolculuq oldu və bəlkə də onların sayəsində biz o yolu sona qədər bezmədən gəldik. Bəlkə də onlar olmasaydı tək başımıza gəlməzdik, çünki çox kuytu bir meşəlik idi. Sonunda nə olacağını da bilmirdik. Ətrafda heç kəs yox idi. Yəni heç bir turistlər belə yox idi. Bütün o meşənin kuytu yerlərində görürsünüz belə. Sadəcə onda biz olacaqdıq və biz mütləq oradan qorxub getməyəcəkdik ki, yəni burası Türkiyə idi və Türkiyə haqqında hər gün bir şey eşitdiyimiz üçün biz onlar olmasa həqiqətən sona qədər getməzdik və onlar da eynisini bizə demişlərdi ki, siz olmasanız biz sona qədər gəlməzdik və geri qayıtdığımız yolda da qaranlıq idi. Yəni maşının yanına gələnə qədər hava bayağı qaraldı və bir çıtırtı səsi gələndə belə qorxurduq, ürkürdük ki, arxamızdan bir canavar və ya tülkü çıxa bilər. Nəysə, bu da belə bir macera idi. Onları tanıdığımız üçün
Çox sevindim. Burada isə artıq yollandıq Trabzona doğru. Yolda isə yenə sizə çəkmək istədim ki, gündüz vaxtı meşənin içində gördüyümüz evlərin işıqları gəlir və görün nə gözəl görsənir. Türkiyə vloqum çox uzun olmasın deyə 2 hissəyə böləcəm. Ona görə bu videonu burada sonlandırıram. Kanalıma abunə olaraq mənə dəstək olsanız çox sevinərəm. İkinci videoda görüşərik. Sağ olun.